Birisi suni intellekt artıq bizim həyatımıza girdi və dövlət səviyyəsində də bunu artıq rəsmi elan olundu. Burada müəyyən bir problemlər başlayacaq. Nə başlayacaq? Suni intellektin həyatımıza girməsi ilə bizdə bəzi insanlar öz işlərini itirəcəklər. Bəzi insanlarda artıq iş olmayacaq. Yəni bəzi sahələrdə artıq ehtiyac qalmayacaq. Bəzi sahələrdə iş imkanları tamamilə azalacaq və işsiz qalacaqlar müəyyən bir sahənin insanları. Amma bəzi sahələr var ki, bu sahələrdə iş imkanları çox möhtəşəm olacaq və o sahələrdə çox güclü həmin sahələrin insanları pullar qazanacaqlar. Bu sahələr hansılar? Bax, bu sahələr əl əməyi ilə işləyən insanlar, dülgərlər, elektriklər, santexniklər, maşın ustaları və əl əməyi ilə işləyən insanlar bu süni intellektin inkişafı ilə birlikdə onlara çox ehtiyac olacaq və onlar çox gözəl pullar qazanacaqlar. Ona görə, yəni nəticə etibarı peşə təhsili. Peşə təhsilində olan, əlində peşəsi olan insanların gəlirləri çox olacaq və onlar çox pul qazanacaqlar. İkinci kim çox pul qazanacaq? IT sahəsini bilənlər, informasiya sahəsini bilənlər, texnologiya sahəsini bilənlər. Və bir də elektrik, elektronika və energetika sahələrində biliyi olanlar gələcəkdə həm çoxlu pullar qazanacaqlar və hər yerdə işləyə biləcək. Oyunlarla bağlı olan dünya üzrə məşhur şirkətlərdən birisidir. Həmin Nvidia şirkəti sahibi belə gənclərə çağırış edib ki, əziz gənclər, peşə təhsili sahələrinə yönəlin. Özünüzə peşəsiz. Gələcəkdə ixtisasını itirmək istəmirsinizsə, yaxşı pul qazanmaq istəyirsə, peşə sahələrinə, əl əməyi olan sahələrinə yönəlməyini üçün həmin şirkət sahibi gənclərə çağırış edib.